Bir düymə ilə avtomobil hündürləşir və yaxud alçalar. Müasir avtomobillərə istehsal zamanı quraşdırılan pnevmatik askıları son dövrlər xüsusən də Rusiya avtomobillərində tez-tez görmək mümkün olur. Belə avtomobillər yol polisi tərəfindən saxlanıldıqda cərimə meydançasına qoyulsa da mütəxəssislər bunun qanunsuz olduğunu bildirir. İnspektor maşın saxladıqsa keçəndə pnevmatik askı var. Maşın getməlidir müayinə məntəqəsinə, cərimə meydançasına yox, təkrar edirəm. Müayinə məntəqəsinə, orada yoxlanmalıdır. Orada yoxlandıqda ki, qardaş, sənin maşının təkər düsturu düzgün deyil, oxlar üzrə bərabər paylanmayıb, o zaman maşın gedir cərimə meydançasına. Digər hallarda isə bu maşın pnevmatik askı ilə aşağı düşür, yuxarı qalxır. Burada hər hansı bir problem yoxdur. Çünki qanunla bu qadağan deyil. Gərək inspektor əsaslandırsın ki, normativ tələb nədir? Yəni, Nivanın və ya hər hansı bir başqa bir markanın normativ tələbi hansı idi ki, bu onu pozub bu avadanlığı quraşdırıb. Bunun üçün də, yenə təkrar edən müayinə məntəqəsində ölçmə lazımdır. Ekspertlər hesab edir ki, bu tip qurğuların istifadə edilməsinə qanunvericilikdə heç bir qadağa yoxdur. Elə bu səbəbdən də qiyməti 1500 manatla 3000 manat arasında dəyişən belə qurğuların ölkəyə gətirilməsi qadağa deyil. Əgər bizim qanunvericiliyimizdə yazılsaydı ki, istehsalçı tərəfindən müəyyənləşdirilmiş və sertifikatlaşdırılmış avadanlıq olmadan nəqliyyat vasitəsinin istismarı qadağandır, o zaman mən sizlə razı idim. Amma qanunda belə bir söz olmadığına görə bunu Nivaya da qoya bilər, Vaz 2106-ya da qoya bilər, Vaz 2107-yə də qoya bilər. Baş Dövlət Yol Polis İdarəsinin sözçüsü Kamran Əliyev isə açıqlamasında bildirdi ki, bu tip dəyişiklik konstruksiya dəyişikliyi sayılır və belə avtomobillər görüldüyü yerdə saxlanılaraq cərimə meydançasına aparılar. Yəni bu avtomobilin nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmayıbsa və sonradan quraşdırılırsa, sözsüz ki, bu konstruksiya edilən dəyişiklikdir. Və ona görə də həmin nəqliyyat vasitəsi sözsüz ki, istismar oluna bilməz. Yol polisinin sözlərinə görə belə avtomobillər həm onu istifadə edənlər, həm də yol hərəkətinin digər iştirakçılarının həyatı üçün təhlükə yaratdığından onlara qarşı bundan sonra mübarizə aparılacaq. Əgər mən görürəm ki, bu pnevmatik askı avtomobil elə qalxıb enirsə, gedə-gedə ona elə bir laboratoriya da lazımdır. Artıq bu onun konstruksiyasına dəyişiklik olunduğunu bildirir. Birinci növbədə təhlükəsizlik məsələləridir. Yəni o dəyişikliyin təhlükəsizlik tələblərinə cavab verib verməməsi məsələsi bu mütləqdir.